Dövlət proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi olaraq məqsədimiz əhaliyə göstərilən idman xidmətlərinin keyfiyyətinin genişləndirilməsi, sağlam həyat tərzinin sövq edilməsi, eyni zamanda gənclərin istiqamətlinin səmərəli təşkilinə nail olmaqdır. Dövlət proqramının icrası istiqamətində ötən ilin sonlarında Naxçıvan şəhərinin müxtəlif ərazilərində olmaqla 8 yerdə sadə tipli açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib. Hazırda isə dövlət proqramının 2025-2027-ci illər üzrə təfsilatlı tədbirlər planına əsasən həmin infrastruktur layihəsi 2025-ci ildə əhatə edəcək və bütün Muxtar Respublika ərazisində, regionlarda bu qurğular quraşdırılacaqdır. Konkret olaraq qeyd etsək, Şərur və Ordubad şəhərlərinin hər birində 2, Babək, Culfa, Şahbuz şəhərlərinin hər birində 1, Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq, eyni zamanda Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrində bir yerli olmaqla idman qurğuları istifadəyə veriləcəkdir. Qarşıda duran məqsədlərdən biri də bütün bölgələrdə əhalinin idman infrastrukturuna əlçatanlığını təmin etməkdir. Yerli icra hakimiyyətləri ilə razılaşılma əsasında yerləri müəyyən etmişik. İlkin qiymətləndirilmə aparılıb, layihələndirilmə aparılıb və dövlət satın alması proseduru başladılıb və bu prosesə uyğun olaraq bu ilin iyul ayının sonlarında artıq inşaat işlərinin başlanması nəzərdə tutulub. Hafizə Əliyeva, Arzu Sadiqov, NTV Xəbər.